Hem dadlı hem de çok xeyirli bir desert hazırladım. Dedim sizlerle de bölüşüm. 4 qaşıq çiğəm, 1 stakana yaxın yulafı bir-birinə qatıb üzərinə süd əlavə edirəm. Bu qarışımı gecədən hazırlayıb soyuducuya qoymaq lazımdır. Səhər isə görəcəksiniz ki, tam şişib və qatılaşıb. Daha sonra kənarda 3 xörək qaşığı labnının üzərinə 2 çay qaşığı qədər bal əlavə edirəm. Hazırlayacağınız qabağa ilk öncə bu qarışımı əlavə edirsiniz. Daha sonra hər hansı bir meyvə. Əslində fəslə uyğun meyvə olsa daha yaxşı olar, amma məndə hal-hazırda evdə yalnız banan və albalı olduğu üçün yalnız bu meyvələrə əlavə etdim. Amma bu şirniyyat çiçəyi ilə də çox dadlı olur. Meyvəni əlavə etdikdən sonra üzərinə labnə və bal qarışımını əlavə edirsiniz. Və bu sıralığı düz 2 dəfə təkrarladım. İnanın ki, bu qarışım həm çox dadlıdır, həm də çox xeyirlidir. Yəni tam rahatlıqla bunu pəhriz saxlamayanlar da edə bilər. Belə deyək, düzgün qidalanma. Tez-tez hazırladığım və bəyəndiyim desertdə inanıram ki, sizlər də hazırlasanız mənim qədər bəyənəcəksiniz.